növbə Moskvaya yaxınlaşır Heydər bəy. Çünki dünən Zelenskinin açıqlaması oydu ki, Putin artıq bu rüsvayçılığı, bu rəzaləti heç cürə qəbul edə bilmir. Zelenski və komandasını, yəni qərar qəbul edən Bankovoda olan deməli mərkəzləri vurmaq istəyir və Zelenski də dünən bu haqda bəyanat verdi. Bu Zelenski məlumatı deyil. Bu xarici kəşfiyyatın və Kiyevə yaxın dairələrin verdiyi məlumat ondan ibarətdir ki, əgər bu bilə-bilə ki, hal-hazırda Kiyevdə diplomatik nümayəndəliklər yerləşib, səfirliklər var orada, ayrı-ayrı beynəlxalq qurumların təmsilçiləri var. Bu Kiyevi bombalayırsa, növbə Moskvaya çatır. Mən sizə deyim ki, yaxın saatlarda əgər Moskva ətrafı, yəni güclü zərbələrə məruz qalsa, mən buna təəccüblənmərəm. Sadəcə olaraq Zelenski bir qədər ehtiyatlı və necə deyərlər, səliqəli davranmaq istəyir ki, bəzi o haqsız belə deyək də baskıların qarşısını alsın. Haqsız baskı da ondan ibarətdir ki, Trump kimi bir adam bu günləri sülhün əldə olunmamasına görə Ukraynanı günahlandırır. Halbuki özü də gözəl bilir ki, müharibəni dayandırmaq istəməyən cani kimdir.